Salam əziz şagirdlər və abituriyentlər, xoş gördük hər birinizi. Dövlət İmtahan Mərkəzinin 3-cü qrup üzrə tərtib etdiyi 20 sınaq toplusundan birinci sınağın izahı ilə sizi tanış etmək istəyirəm. Gəlin birlikdə sualların izahı ilə tanış olaq. Birinci sualımızda Azərbaycanda ərəb əsarəti dövründə iki fərqli dövrdə baş verən hadisələr soruşur. Birinci qrafikdə Əməvilər sülaləsinin dövrünə gəlin baxaq. Binəqanda müsafirin başçılığı altında üsyanın baş verməsi, bəli, bu aiddir 748-ci ildə. Bu arada qeyd edirəm ki, Əməvilər sülaləsinin hakimiyyət illəri 661-ci ildən 750-ci ilə qədər olan dövrə əhatə edir. Abbasilər sülaləsi isə 750-ci ildə 1258-ci illərə əhatə edir. İndi isə gəlin baxaq görək hansı dövrlərə aiddir. Binəqanda müsafirin başçılığı altında üsyanın baş verməsi 748-ci ildə baş verdiyi üçün, bəli, bu aiddir. Xəzər xaqanlığı ilə ilk toqquşmaların baş verməsi, xeyr, bu aid deyil. Çünki Xəzərlərin ilk toqquşmaları Əməvilər sülaləsindən əvvəl baş vermişdir. Əhalinin siyahıya alınması və vergilərin artırılması 725-ci ildə olduğuna görə, bəli, bu 750-ci ilə aid hesab etmək olar. Daha sonra Dəbilin Ərəb Əmirliyinin mərkəzinə çevrilməsi, bu aid deyil. Hərbi xidmətə görə xüms vergisinin ödənməsi, bəli, bu aid edilir. Xürrəmlərin Həştəsər döyüşlərində məğlub edilməsi, bəli, bu da aid deyil. Ona görə burada doğru cavabımız B variantı olacaq. Növbəti sualımıza baxaq. Göstəriləndən aid olduğu şəhəri müəyyən edək. Albaniya dövlətinin paytaxtlarından biri idir və Azərbaycanda Ərəb Əmirliyinin canişinlik mərkəzi olmuşdur. Söhbət deməli Albaniya dövlətinin paytaxtlarından biri idi. Bəli, burada söhbət Bərdə şəhərindən gedir. Doğru cavabımız D variantı olacaq. Növbəti sualımıza baxaq. Eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində Roma qoşunlarının Azərbaycana yürüşlərinə aiddir. Bəli, burada eramızdan əvvəl 66-65-ci illərdə Roma sərkərdəsi Pompeyin Albaniya yürüşündən söhbət gedir. Və burada elə doğru cavabımız B variantı olacaq. Çünki Albaniya və Roma qoşunları arasında döyüşlər baş vermişdir. Eramızdan əvvəl 66 və 65-ci illərdə Kürd çayı sahilində və Qanıq çayı sahilində döyüşlər baş verir və hər ikisində də Alban qoşunları məğlub olmuşdur. Növbəti sualımıza baxaq. Daha sonra baş vermişdir. Kutlər-Naqqat dövlətinin varlığına son qoyması eramızdan əvvəl 3-cü minillik İskit saq tayfalarının Azərbaycan axınının başlanması bu eradan əvvəl 7-ci əsrdir. Azərbaycan cənubunda dövlət qurumlarının meydana gəlməsi 3-cü minillik, Manna adının ilk dəfə qaynaqlarda çəkilməsi eramızdan əvvəl 9-cu əsrdir. Eradan əvvəl 650-ci ildə isə paytaxt Izirtu Asur hökmdarı Aşurbanipal tərəfindən dağıdılmışdır. Ona görə də burada bizim üçün doğru cavab Y variantı olacaqdır. 5-ci suala baxaq. Ərəb xilafətində hakimiyyətə gələn Əməvilər sülaləsi vergi siyasətini getdikcə sərtləşdirirdi. Yerli əhali ilə ərəblər arasında fərqlərin qoyulması əsarət altında olan xalqların xilafətə qarşı etiraz çıxışlarının baş verməsinə səbəb olurdu. Belə çıxışlardan birinə də Azərbaycanda müsafir başçılıq eləyirdi. Mətndə bəhs edilən hərəkət iştirakçısı ilə Babək Xürrəm arasında olan ümumi cəhəti müəyyən etməliyik. A variantında Əməvilər sülaləsinin yeritdiyi ayrı-seçki siyasətinə qarşı mübarizə aparmaları xeyir, çünki Əməvilər sülaləsinin dövründə yalnız müsafir üsyanı aiddir. Lakin Xürrəmlər üsyanı Abbasilər dövründə baş verir. B variantında üsyanı 8-ci əsrin ikinci yarısında başçılıq etmələri xeyir, Babək 9-cu əsrdə baş verdiyi üçün aid deyil. C variantı mübarizəyə Araz çayına cənubdakı ərazilərdə baş vermələri xeyir, bu da aid deyil. Çünki müsafirin başçılığı ilə baş verən üsyan Beyləqanda baş vermişdir. D variantında isə bəli, ərəb əsarətindən azad olmağa çalışmaları doğru cavabımız budur. E variantına gəlin baxaq. Məzdəkilərin ideyalarını davam etdirməsi isə bu da aid deyil. Çünki bu da Babəkin dövrünə aiddir. Növbəti sualımıza baxaq. Azərbaycanda erkən tunç dövründə 6-cı sual. Burada kollektiv dəfn adəti, bəli, elə doğru cavabımız A variantıdır. Gəlin digərlərinə də baxaq. İkinci Simay əmək bölgüsü baş verdi. Bu Orta Tunc dövründədir. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Orta Tunc dövründə erkən şəhər mərkəzləri meydana gəldi. Bəli, bu da Orta Tunc dövrüdür. Y variantı isə ayaqla hərəkətə gətirilən çarxın istifadəsinə başlanması da bu da Son Tunc dövrüdür. Ona görə doğru cavab A variantıdır. Növbəti sualımız Manna dövlətinin tarixində eradan əvvəl 7-ci əsrin 70-50-ci illərində baş vermiş hadisələri müəyyən edin. Birincisi, Aşşurun Assuriya torpaqlarına hücum etməsi, bəli, bu doğrudur. Xalq üsyanı nəticəsində hökmdarın öldürülməsi ilə burada söhbət Aşşuridən gedir.
Digərlərinə də baxaq. Canşinlik sisteminin yaradılması bu xeyirə aid deyil. Çünki İranzunun dövründə baş verir. İskit tayfalarının işğalçı hücumlarına qarşı mübarizənin aparılması. Daha sonra Urmiya gölünün şimalda yerləşən Manna ərazilərinin Ural təsərrüatından azad edilməsi. Xeyr, bu da aid deyil. Burada doğru cavab elə B variantı olacaq. 8-ci sual. Hadisə nəticə əlaqələrinə doğru verildiyi cavabı müəyyən edək. A variantı. Cavanşirin öldürülməsi Mehranilər sülaləsinin hakimiyyətin sona çatması. Xeyr, çünki Cavanşir bizim erada, yəni 681-ci ildə öldürülmüş. Mehranilər sülaləsinin hakimiyyəti isə 705-ci ildə başa çatmışdır. B variantına baxaq. Birinci Həmədan döyüşü ərəblərin Xürrəmləri məğlub edərək Həmədanı ələ keçirməsi. Xeyr, bu aid deyil. Çünki burada Həmədan döyüşündə Xürrəmləri qalib gəlmişdir. C variantına baxaq. Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi Azərbaycan əhalisinə cizyə vergisinin alınmağa başlanması. Bu da aid deyil. Çünki Azərbaycanda cizyə vergisi elə Abbasilərdən əvvəl alınmağa başlanmışdır. D variantına baxaq. Urnayerin Albaniyada hakimiyyətə gəlməsi, xristianlığın dövlət dini elan edilməsi. Bəli, bu 313-cü ildə Urnayerin fərmanına əsasən xristianlıq dövlət dini elan edilmişdir. E variantında isə Amit döyüşü Cizrav döyüşündə itirilmiş torpaqların Albaniyaya geri qaytarılması. Xeyr, Cizrav döyüşündə itirilmiş torpaqlar 387-ci ildə Sasan-Roma müqaviləsinə əsasən Albaniyaya geri qaytarıldı. Bəli, burada bizim doğru cavabımız D variantı olacaq. 9-cu suala baxaq. Qədim Atropatena və Albaniya dövlətlərinin mədəniyyətinə aid oxşar cəhətləri müəyyən. Deməli, birincidə bəzi şəhərlərin ayrı-ayrı hökmdarlar tərəfindən salınması, bəli, bu doğrudur. Daha sonra ölkə ərazisində Yunan mədəniyyətinin yayılması, bəli, bu hər ikisinə aiddir. Burada elə bizim cavabımız B variantı olacaq. Digərlərinə də baxaq. Hieroqlif yazı sistemindən istifadə edilməsi. Deməli, əziz izləyicilər, burada hieroqlif yazı sistemindən istifadə edənlər yalnız tarixdə Misirlilər, Çinlilər və Mannalılara aid edə bilərsiniz. Mühürlərin üzük formasının hazırlanması bu yalnız Albaniya dövlətinə aiddir. Ona görə biz nə edirik? 4 olanları çıxırıq. Təbii ki, və 3 olanları da çıxanda elə artıq doğru cavabımız bəlli olur. 10-cu suala baxaq. Man hökmdarı Aşeri ilə Atropatena hökmdarı Artabaz arasında ümumi cəhəti müəyyən edək. Müttəfiq olduqları dövlətlərlə münasibətlərin pozulması. Bəli, elə burada doğru cavab A variantıdır. Niyə? Çünki Manna hökmdarı Aşeri müttəfiq olduğu Assuriya dövləti ilə müttəfiqliyi pozaraq İskitlərlə yaxınlaşmışdır. Atropatena hökmdarı Artabaz isə eramızdan əvvəl 36-cı ildə Roma qoşunlarında qalib gələndən sonra artıq Parfiya ilə münasibətləri pozulmuş və ondan uzaqlaşılmışdır. Buna görə də doğru cavabımız A variantı olacaq. 11-ci sualımıza baxaq. Eramızdan əvvəl 6-cı əsrə aiddir. Midiya dövlətinin Assuriya əsarətindən tamamilə azad olunması. Bu eramızdan əvvəl 672-ci ildədir. B variantına baxaq. Manna dövləti ilə Assuriya arasında Sirdaqqa sazişinin imzalanması. Bu deməli uşaqlar eramızdan əvvəl 714-cü ildə imzalanmışdır. Urmiya göl ətrafında İskit dövlətinin yaranması eramızdan əvvəl 7-ci əsrdir. Azərbaycan torpaqlarının Əhəməni əsarəti altına düşməsi isə bu deməli Əhəmənilərin Midiyaya son qoymasından sonra baş vermişdir. Eramızdan əvvəl 550-ci il. Təbii ki, burada doğru cavab B variantıdır. İskəndərin Azərbaycan Qafqazı yürüşlərinin baş verməsi isə bu aid deyil. Növbəti Albaniya hökmdarı Arşakilər sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Mehranilər sülaləsinin dövründə Sasanlar dövlətinin müttəfiq ədəllərə qarşı mübarizə aparmaları xeyr, bu aid deyil. Xəzərlərlə xilafətə qarşı ittifaq yaratmışlar. Bu isə Mehrani hökmdarı, yəni Mehranilər sülaləsindən olan Cavanşirə aid olduğuna görə bu da aid deyil. Ərəblərin hücumlarına qarşı mübarizə aparmaları doğru cavabımız budur. Bəli, həm Albaniyada Arşakilər sülaləsi, həm də Mehranilər sülaləsi dövründə ərəblərə qarşı mübarizə aparılmışdır. Paytaxt yeni şəhərə köçürülmüşdür. Xeyr, paytaxt deməli 2-ci Vaçi tərəfindən köçürülmüşdür. 5-ci əsrdə İzbati islahat əsasının Sasani dövlətinin şimal qüsmuna daxil edilməsi də bu da Sasan Şah Xosrovun İzbati islahatında qeyd edilir.
Bəli, burada doğru cavabımız C variantı olacaq. 13-cü sualımıza baxaq. Eyler-Venn diaqramına əsasən uyğun bendi müəyyən etməliyik. Manna və İskit dövlətlərinin müqayisəsi soruşulur. Gəlin variantlara baxaq. Eramızdan əvvəl 7-ci əsrin birinci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparılması, sonra Urartu dövləti tərəfindən ərazisinin bir hissəsinin işğal edilməsi, bəli, bu Mannaya aiddir. Ona görə 1B olacaq. Buradan bunları çıxırıq. 2-yə baxaq. C nə deyir? Altaydan Krım yarımadasından köç edən türklər tərəfindən əsasının qoyulması, bəli, İskitlərə aiddir. 2C. Daha sonra ərazisində elli mədəniyyətinin yayılması, xeyr, bu aid deyil. Eramızdan əvvəl 7-ci əsrin 50-ci illərində Midiya üzərində qələbə qazanılması, bu da, bəli, İskitlərə aiddir. Ona görə burada doğru cavab A variantıdır. 14-cü sualımıza baxaq. Azərbaycanda paleolit dövründən fərqli olaraq neolit dövründə əhali yığıcılıqla məşğul olurdu. Bu aid deyil. Çünki hər ikisinə aiddir. Təbiət qüdrətlərinin inamı meydana gəlməsi isə bu paleolit dövrünün orta mərhələsində baş verib aid deyil. İstehlak təsərrüfatı tamamilə formalaşdı. Xeyr, bu paleolit dövrünə aid deyil. Heyvanların ovlanmasında ox və kamandan istifadə olunurdu. Bəli. Deməli, bu paleolit dövrünün orta mərhələsindən başlayaraq, yəni mezolit dövründən başlayaraq, daha doğrusu daş dövrünün orta mərhələsindən başlayaraq insanlar ox və kamandan istifadə etmişdir. Ona görə bu yalnız neolit dövrünə aiddir. Təsərrüfatda bağçılıq və bostançılıq üstün yer tuturdu. Bu da heç birinə aid deyil. Aşağıda verilən hadisələrin Albaniya dövləti üçün yekun nəticəsini müəyyən edirik. 15-ci sualımıza baxaq. 457-463-cü illərdə Albaniyada Sasani hakimiyyətinə qarşı azadlıq hərəkəti başladı. Hərəkət Sasanilər tərəfindən yatırıldı. Bəli, burada söhbət gedir 2-ci Vaçenin üsyanından. Çünki 457-ci ildə 2-ci Vaçe Sasani hökmdarı Yezdegerdin ölümündən istifadə edərək Sasani hakimiyyətinə qarşı azadlıq hərəkətinə başladı. Lakin 463-cü ildə 2-ci Vaçe öldürüldüyü üçün, yəni hərəkətdə daha doğrusu məğlub olduğu üçün Azərbaycanda Albaniyada yeni bir dönəm başlayır. Bu da mərzbanlıq dönəmidir. Hökmdar 1-ci Vaçe hakimiyyətindən uzaqlaşdı. Bu deyil. Bir variantına gəlin baxaq. Sasanilər Albaniyanın daxili müstəqilliyini son qoydular. Doğrudur. Ərazisi Haylander Hunların əsarəti altına keçdi. Xeyr. Kod, Girdiman, Sarkaşan və vilayətləri Roma tərəfindən işğal edildi. Bu 371-ci ildə İdraq döyüşüdür. İranlar Sürətin hakimiyyətinə son qoyuldu. Bu da 705-ci ildə baş vermişdir. Ona görə bu da aiddir. Doğru cavabımız bir variant olacaq. Növbəti sualımıza gəlin baxaq. 16-cı sualda nə deyilir? Müasir xəritədə ulduzla qeyd edilmiş ərazinin Orta Tunc dövrünə aid səciyyəvi xüsusiyyətini müəyyən edin. Bəli, burada qeyd olunan ərazimiz Naxçıvandır. Baxaq görək nədir doğru cavab. Erkən şəhər mərkəzlərinin meydana gəlməsi. Orta Tunc dövrü soruşursa doğru cavabımız ilə A variantıdır. Sonra 17-ci sualımız. Əhəməni ağalığı dövründə Azərbaycanda. A variantı. Azərbaycanın şimalında ilk quldar dövlət meydana gəldi. Bu, eramızdan əvvəl 9-cu əsrdə Manna dövlətindən söhbət gedir. Daha sonra Kiçik Midyada Qavumata üsyanı baş verdi. Əhəməni ağalığı dövründə Azərbaycanda. İranzu tərəfindən Mannada canşinlik, xeyr, bu aid deyil. Atropatin hökmdarı Selevkilər dövlətinin işğalına məruz qaldı. Bu da həmin ağalıq dövrünə aid deyil. Qavqamil döyüşündə Makedoniyalar məğlub edildi. Bu da Makedoniyalılar burada qalib gəlmişdir. Ona görə burada doğru cavab bir variant olacaq. Kiçik Midyada Qavumata üsyanı baş vermişdir. 18-ci sual. 643-cü ildə ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində nə baş verib? Ərəblərlə Azərbaycan mərzbanı arasında sülh imzalandı. Bəli, Cənubi Azərbaycan hakimi İsfəndiyar ibn Fərruxzadla ərəblər arasında sülh müqaviləsi imzalandı. Bu doğru cavabımızdır. Ona görə cavab A variantıdır. Növbəti sualımıza baxaq. 19-da nə deyilir? Xəritədə paytaxtı ulduzla işarələnmiş dövlətin 3-cü, 4-cü əsrlər Cənubi Qafqaza hücumlarına aid doğru bəndləri müəyyən edin. Xəritədə işarə olunmuş, bəli, buradır. Qədim Roma dövləti.
Baxaq görək nədir doğru cavab. Sasani dövləti ilə müharibələrin aparması, Cənubi Qafqaza hücumları. Bəli, 3-cü, 4-cü əsrlərdə doğrudur, bir aiddir. Baxaq, 2. Dizrav döyüşündə qalib gələrək Albaniyanın bəzi bölgələrin işğal edilməsi. Bəli, Dizrav döyüşü də deməli 371-ci ildə baş verdiyinə görə bu da 4-cü əsrə aiddir. Doğru cavab belə A variantıdır. 20-ci suala baxaq. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətə aiddir. Ərəb tayfalarının Azərbaycanın strateji ərazilərində yerləşdirilməsi bu köçürmə siyasətidir. Ona görə aid deyil. Bütpərəstliyin zorla müsəlmanlaşdırılması bu da iqtisadi siyasətə aiddir. Rabatların yaradılması bu da köçürmə siyasəti aiddir. Pul islahatına əsasən dövriyədən Sasani və Bizans pullarının çıxarılması doğru cavabdır. İlk xəlifələr dövründə əhali və əmlakının siyahıya alınması isə 725-ci ildə olduğu üçün ilk xəlifələr dövrünə aid deyil. 21-ci suala baxaq. 1-ci əsrdə Albaniya dövləti üçün təhlükə törədirdir. Bəli, Roma Respublikası 1-ci əsrdən söhbət gedirsə, bəli, Romada Respublika idarə sistemi eramızdan əvvəl 509-cu ildə başlamışdır. Eradan əvvəl 509, eramızdan əvvəl 27-ci ilə qədər davam etmişdir. Ona görə Romada Respublika dövrünə aid deyil bu. Bir olanları çıxırıq. Növbəti varianta baxaq. Alan tayfaları, bəli, Aran tayfalarının Azərbaycana yürüşləri 1-ci, 3-cü əsrləri əhatə edir. Ona görə bu doğru cavabdır. Parfiya dövlətinin Azərbaycana bəli yürüşü olmuşdur. Eramızın 20-ci ilində hətta Parfiya dövləti Atropatenə hücum etdiyinə görə bizdən isə Albaniya dövlətini soruşur. Lakin Albaniya dövlətinə də hücum etmişdilər. Buna da saxlayaq. Selevik dövləti bu aid deyil. Makedoniya imperiyası isə eramızdan əvvəl baş vermişdir. Ona görə doğru cavab B variantıdır. 22-ci suala baxaq. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı və Ərəb xilafəti ilə apardığı diplomatik danışıqların ümumi nəticəsi soruşulur. Albaniyanın daxili müstəqilliyə son qoyulması xeyr, belə bir şey olmamışdır. B variantı Cavanşirin hər iki dövlətdən vasallıqını qəbul etməsi. Bəli, deməli, Alban hökmdarı Cavanşir Xəzər xaqanlığı ilə sülh müqaviləsi bağladı və hətta onlar arasında nikah diplomatiyası da baş tutmuşdur və nəticədə Xəzər xaqanlığının asılılığı qəbul etmişdir. Xilafətlə isə 2 dəfə Şam şəhərində görüş keçirmişdir Cavanşir və də görüşün nəticəsində xəlifə Albaniyanın müstəqilliyini saxlamış və onun vasal asıllığını Cavanşir qəbul etmişdir. Növbəti sualımıza baxaq. Eyni əsrdə baş vermişdir. Cənubi Qafqaz uğrunda Sasani-Roma müharibələri Alban sərkərdəsi Cavanşirin Sasani şahı tərəfindən mükafatlandırılması eyni əsr, bu 7-ci əsrdir. 7-ci əsr. Sabalan döyüşündə Xəzərlərin ərəbləri məğlub etməsi bu 8-ci əsrdir. Albaniyada Aşrakilər sülaləsinin hakimiyyətə gəlməsi isə bu da 1-ci əsrdir. Ona görə Sasani Bizans oyunları da 7-ci əsrdə olduğuna görə doğru cavabımız 1 və 2 olacaq. 23, 1, 2. 24-cü suala baxaq. Manna və Midiya dövlətlərinə aid oxşar cəhətləri müəyyən edək. Eramızdan əvvəl 6-cı əsrdə süqut etməsi, Manna dövləti 590-cı ildə, Midiya dövləti isə 550-ci ildə Əhəməni dövlət tərəfindən süquta uğradılmışdır. Bəli, hər ikisi 1-ci əsrə aid deyil. Bir də cavabımız budur. Əhəmənilərin hücumlarına məruz qalması. Xeyr, heç birisi Əhəmənilərin hücumlarına məruz qalmayıb. Yox, Midiya dövləti Əhəmənilərin hücumlarına məruz qalmışdır, lakin Manna yox. Üçüncüsünə baxaq. Assuriya dövlətinə qarşı mübarizə aparmaları. Bəli, bu doğru cavabdır. Aparmışdı hər ikisi. Feodal münasibətləri inkişaf etməsi, xeyr, əhalinin ateşpərəst olması, bu da Midiya dövlətinə aiddir, lakin Mannaya aid deyil. Ona görə doğru cavabımız 24-cü sual 1, 3-dür. 25-ci suala gəlin baxaq. Eramızdan əvvəl 22-ci əsrin əvvəllərində Koti dövlət qurumuna aid olanları müəyyən edək. İki çay arasında mövqeyinin zəifləməsi, xeyr, mövqeyinin zəifləmə əksinə daha da güclənmişdi. Akkad dövlətini süquta uğratmışdı, bəli.
və türk mənşəli sülalə tərəfindən idarə edilmişdir. Bu da doğrudur. Dördüncüsü, Assuriya dövləti ilə siyasi iqtisadi əlaqələrin malik olması. Bir şey qeyd edeyim ki, əgər sualda dövlət qurumu deyə bir sual varsa, yəni dövlət qurumu ifadəsi keçirsə, o zaman biz Assuriya dövlətinə qarşı mübarizədən bəhs edə bilmərik. Yalnız Kuti tayfaları, Lullubi tayfaları, yəni tayfa olanda Assuriya dövlətinə qarşı mübarizə aparıblar. Dövlət qurumları olan zaman onlar yalnız Akkot dövlətinə qarşı mübarizə aparmışlar. Ona görə 25-ci sualda 2 və 3-dür. 26-cı suala baxaq. Xronoloji ardıcılığı müəyyən edək. Atropatenanın Sasani imperiyasının tərkibinə qatılması 227. Xilafət tərəfindən ərəblərin Azərbaycana köçürülməsi 7-ci əsr. Albaniyanın Dizrab döyüşündə itirdiyi torpaqların geri qaytarılması 387. Aqoin Kilsə Məclisinin çağırılması 488-dir. İndi burada baxırıq. 1 gələcək, 201, daha sonra 3, daha sonra 4 və 2. Doğru cavabımız 1, 3, 4, 2 olacaq. 27-ci suala baxırıq. 1 və 2 olaraq qeyd edirik. 7-ci əsr və 6-cı əsr soruşulur. Urartunun Manna ərazilərinə hücumlarına son qoyulması bu heç birinə aid deyil. Çünki eramızdan əvvəl 714-cü ildə son qoyulub. Bu da 8-ci əsrə aiddir. Azərbaycan ərazisində türk mənşəli dövlətin əsasının qoyulması, bəli, burada İskit dövlətindən söhbət gedir. Ona görə 1-ə B, C variantı. İskit dövlətinin Midiya tərəfindən işğal edilməsi, bəli, bu 6-cı əsrdə baş vermişdir. Ona görə bunu neyəcəyik? 2-yə yazacağıq C. Daha sonra 2-ci Kirin Massaget tayfaları ilə mübarizədə öldürülməsi, bu eramızdan əvvəl deməli baş vermişdir. 6-cı əsrdə doğrudur. Ona görə bunu da D variantını qeyd edəcəyik ki, Lullubi tayfa ittifaqının dövlət qurumuna çevrilməsi də bu 3-cü minilliyə aid olduğuna görə heç birinə aid deyil. İndi isə situasiya sualımıza baxaq. Mənbəni oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 28-30 sayılı tapşırıqları yerinə yetirin. Sasani dövlətinin 5-ci əsrin sonlarında əhalinin iqtisadi vəziyyəti ağır idi. Belə bir şəraitdə əhali arasında mübarizə hakimiyyətə qarşı 481-529-cu illəri əhatə edən etiraz hərəkəti başladı. Bu hərəkat Atropatena ərazisində də geniş yayılmışdı. Hərəkət nümayəndəsi Xeyrin şər üzərində qələbəsinə inanırdı. 1-ci Qubadın dövründə hərəkət daha geniş vüsət aldı və əyanları özünə tabe etmək üçün 1-ci Qubad hərəkət iştirakçılarına arxalanaraq onlara himayədarlıq edirdi. Lakin 1-ci Qubad üsyançıları müdafiə etdiyi üçün taxtdan salındı. Gəlin suallarımıza baxaq. 28-ci sual. Mənbədə bəhs edilən hərəkatın əvvəllər mövcud olmuş hansı dini cərəyanın təsirinə məruz qaldığını yazın. Bəli, burada söhbət gedir Məzdəkilər hərəkatından. Məzdəkilər hərəkatı isə təbii ki, Mani təlimindən bəhrələnmişdi. Ona görə doğru cavabımız Mani təlimi olacaq. Növbəti sualımıza baxaq. 29. Mənbədə bəhs edilən hərəkatın əsas ideyaları haqqında 2 fikri yazın. Bəli, onlar, yəni Məzdəkilər ədalətli cəmiyyət qurmaq, ədalətli cəmiyyət, növbəti dünya nemətlərini insanlar arasında bərabər şəkildə bölmək və yaxud da insanlar arasında əmlak bərabərliyi yaratmaq, bu da eyni fikirdir, bunu da qeyd edə bilərsiniz. 30-cu sual isə mənbədə bəhs edilən hökmdarın hakimiyyətini yenidən bərpa etdikdən sonra hərəkət iştirakçılarına qarşı həyata keçirdiyi 2 tədbiri yazın. Deməli, 1-ci Qubad əvvəlcə hərəkət iştirakçıları müdafiə etdiyi üçün o taxtdan salınmışdı. Lakin yenidən hakimiyyətə bərpa edəndən sonra o hərəkət iştirakçılarına qarşı münasibətini dəyişdi, hərəkatı yatırdı və Məzdəki onun tərəfdarlarını edam etdirdi. Hərəkat yatırıldı və Məzdək edam edildi.
Və yaxud da burada qeyd edə bilərik ki, Məzdəkilər hərəkatı yatırıldı və onun tərəfdarlarına qarşı edam siyasəti həyata keçirildi və yaxud onlara divan tutuldu. Fərqi yoxdur. Yəni burada müəyyən bir neçə dənə fikirləri qeyd etmək olar. Bəli, birinci testimizin doğru cavabları ilə sizi tanış etdik. Növbəti testlərin doğru cavabı ilə tanış olmaq üçün bəyənməyi və paylaşmağı unutmayın. Hələlik.